Salam, dəyərli müəllimlər və tələbələr, hər birinizi xoş gördük. Mən kurikulum üzrə mütəxəssis Əminə Bağırova. Bugün sizin üçün yeni bir mövzunu izah edəcəm. Hansı ki, bu mövzu metodik çərçivə 2026 sənədinə düşmüş tədrisdə dizayn düşüncəsi mövzusudur. Əvvəla mövzuya keçid etməzdən əvvəl ekranda siz mənim sosial şəbəkələrdə mövcud olan hesablarımı görürsünüz. Həm Instagram üzərində mik.metodika, Telegram kanalımda Amina Altxət Mik və Facebook üzərində kurikulum müəllimi Əminə Bağırova adlı bir səhifəyə keçid edə bilərsiniz və həmçinin dərslərimlə bağlı ətraflı məlumat əldə etmək üçün WhatsApp nömrəmlə əlaqə saxlaya bilərsiniz. İndi isə keçən mövzuya. Mövzumuz nədir bizim? Tədrisdə deməli dizayn düşüncəsi. Deməli, əvvəla gəlin baxalım görək dizayn nə deməkdir və düşüncə nə deməkdir. Dizayn ümumiyyətlə ilk, yəni anlayış olaraq bizim fikrimizdə belə bir forma, yəni əmələ gəlir, yəni belə bir fikir formalaşır ki, dizayn nəyisə düzəltmək, nəyisə dizayn etmək, nəyisə yaratmaq kimi, düşüncə də ki, düşüncə, yəni fikirlər. Yəni iki sözü birləşdirsək, dizayn düşüncəsi, yəni fikirlərin dizayn olunması, düşüncələrin yenilənməsi, düşüncələrin yaradılması anlamı kimi başa düşürük. Amma gəlin biz onun daha ətraflı mənasına fikir verək, nədən ibarətdir. Demək, dizayn düşüncəsi həm şagirdlərin, həm də tələbələrin qarşılaşdıqları mürəkkəb bir problemləri həm yaradıcı baxımından, həm effektiv şəkildə həll etmək üçün istifadə olunur. Və nəzərə alaq ki, bu bir növ şagird yönümlü bir metodologiya üzərindən qurulur. Yəni ki, bu dizayn düşüncəsi dedikdə daha çox şagirdin, yəni daha çox təhsil alanın fəaliyyətini önə çəkir. Amma əslində həm müəllim öz yanaşmasında, yəni müəllim yanaşmasından baxsaq, müəllim də düşüncələrini dizayn edə bilər. Yəni bu prosesi canlandırmaq üçün, həmçinin o prosesin iştirakçısı olan şagirdin də düşüncəsinin dizayn olunması, yəni dizayn düşüncəyə deyək, yəni o məntiqlə prosesi icra eləyə bilər. Və bu məqamda, yəni hansı bacarıqlar formalaşır? Baxsaq ki, şagirdlər üçün formalaşan tənqidi təfəkkürdür, empatiya bacarıqlarıdır, əməkdaşlıq bacarığıdır, yaradıcı düşüncədir, analitik bacarıqlar və s. Yəni bir növ 21-ci əsr bacarıqlarına şamil olunan bir çox bacarıqların biz məhz dizayn düşüncəsində tətbiqini müşahidə edə bilərik, əziz müəllimlər. Və onu da sizin diqqətinizə çatdırım ki, UNESCO-da öz apardıqları tədqiqatlara əsasən məhz dizayn düşüncəsinin tətbiqini şagirdlər üçün çox müsbət qarşılayırlar və onlar düşünürlər ki, problemlərə həll tapmaq bacarığını formalaşdırır şagirdlər üçün, refleksiya bacarıqlarını, həmçinin özünü qiymətləndirmə, özünü tənzimləmə bacarıqlarını, həmçinin sosial-emosional bacarıqları və əməkdaşlıq bacarıqlarını inkişaf elətdirir. Ona görə UNESCO məhz bu deməli interaktiv bir prosesin tətbiqini müsbət qarşılayır. Amma tədrisdə dizayn düşüncəsi necə tətbiq olunur? Yəni hansı mərhələlərdən ibarətdir? Necə biz onu reallaşdıra bilərik? Gəlin o proseslə daha yaxından tanış olaq. Yəni tədrisdə dizayn düşüncəsi birdən-birə formalaşmır. Bunun mərhələli şəkildə tətbiqi məhz sonda dizayn düşüncəsinin formalaşmasına gətirib çıxardır. Bəs hansı mərhələlərdən ibarətdir dizayn düşüncəsi? Ekranda görürsünüz 5 burada punkt, 5 mərhələ, 5 addım mövcuddur ki, bunlardan birinci empatiya qurmaq, ikinci problemi müəyyən etmək, üçüncü ideya yaratmaq, dördüncü prototip hazırlamaq və dördüncü test etmək. Yəni təkrarlayıram. Empatiya qurmaq birinci, çünki hər birisi haqqında biz daha dərindən tanış olacağıq. Problemi müəyyən etmək, ideya yaratmaq, prototip hazırlamaq və test etmək. Bu 5 mərhələ, hər bir mərhələ özünün öz funksionallığı, öz fəaliyyəti ilə seçilir və bir mərhələ olmadan digər mərhələyə keçid mümkün deyil. Biz necə Bloom taksonomiyasında hər bir mərhələnin bir-birini ardıcıl şəkildə izlədiyini müşahidə etmişik, eynən tədrisdə dizayn düşüncəsinin 5 mərhələ bir-birini ardıcıl şəkildə izləməlidir.
İndi gəlin hər bir mərhələyə keçid alaq və onu da diqqətinizə çatdırım ki, bütün bu nəzəri izahlarımı verdikdən sonra bir nümunə üzərində misalımı çəkəcəm. Birinci, empatiya qurmaq. Empatiya qurmaq nədir? Əvvəla bilirik ki, empatiya qurmaq özünü bir başqasının yerinə qoymaq deməkdir. Bu, həm müəllim tərəfindən yanaşaraq deyə bilərəm, həm şagird tərəfindən yanaşaraq deyə bilərik ki, hər nə bir situasiya ilə qarşılaşarıqsa, deməli, həmin o prosesin iştirakçısı özünü qarşı tərəfin durumunda, vəziyyətində özünü hiss eləməlidir. Və burada şagirdlər anlayırlar, ehtiyacları, yəni dinləyirlər, müşahidələr aparırlar. Yəni əslində bu deməli mərhələni icra etmək üçün müəllimlər və ya da ki, şagirdlər, baxın bu tapşırıq əgər müəllim verirsə şagirdlər üçün şagirdlərin edə biləcəyi və ya da ki, müəllim şagirdlər izləmək istəyirsə, müəllimin istifadə edəcəyi fəaliyyətlər var. Hər bir halda bu adını çəkəcəyim fəaliyyətlər məhz empatiya qurmaq mərhələsinin icrası üçün istifadə olunur. Amma bu mərhələ niyə vacibdir? Birinci biz ona baxaq. Bu mərhələ ondan ötürü önəmlidir, vacibdir ki, problemi həll edənin öz baxış bucağından çıxmasını təmin edir. Məsəl üçün, əgər bir şagird hansısa bir məsələni izləmək istəyirsə, birinci öz düşüncəsi kimi yox, qarşı tərəfin düşüncəsi kimi, onun baxış bucağı kimi düşünməlidir. Yəni, öz artıq baxış bucağından çıxmalıdır. Özünü bir növ unudur və qarşı tərəf nə düşünə bilər? Yəni, özünü onun yerinə qoyaraq məhz həmin şəxs kimi düşünməyə çalışır. Daha sonra qarşı tərəfin, yəni şagirdin, valideynin və ya ki, həmkarın dünyasına daxil olur. Fikir verin, həm öz baxışını, yəni öz baxış bucağını dəyişməlidir, həm də qarşı tərəfin dünyasına daxil olmalıdır. Digər tərəfdən, həmçinin sosial-emosional bacarıqların, başqalarının perspektivindən baxma qabiliyyətini də gücləndirir. Yəni, düşünün, əgər sən bir başqa kəsin, qarşı tərəf insanın hisslərini, emosiyalarını, duyğularını və onun olduğu vəziyyəti hiss etmək və anlamaq istəyirsənsə, təbii ki, burada tələb olunan bacarıqlardan biri də sosial-emosional bacarıqlardır. Və bu yanaşmaları biz tətbiq etməklə empatiyanın qurulmasını təmin etmiş oluruq. Amma hansı vasitələrlə, yəni hansı üsullar vasitəsilə biz bunu icra edə bilərik? Baxın, 3 burada seçim var. Müşahidə et, hansı ki, şagirdi təbii mühitində izləməyi təmin edir. Yəni, şagird olduğu mühitdə prosesi müşahidə edə bilər. Yəni, o hadisə, problemli vəziyyət nədirsə onu müşahidə edə bilər. Çətinliklərini və həvəsdən düşdüyü anları müşahidə edə bilər. İndi bunu bir haşiyə çıxım ki, bunu həm müəllim açısından yanaşaraq deyə bilərik ki, müəllimin müşahidəsi və də ki, şagirdin apardığı təcrübədə etdiyi müşahidə. Yəni, sadəcə bizim qoyduğumuz tapşırığa görə dəyişəcək. Sadəcə mən burada üsulların adını çəksəm məncə kifayət eləyəcək. Müşahidə etmək, müsahibə aparmaq və təcrübə etmək. Yəni, bu 3 əsas fəaliyyət empatiya qurmağı təmin edir. İndi bunu nümunələr vasitəsilə biz daha yaxşı başa düşəcəyik. İkinci mərhələ problemi müəyyənləşdirməkdir. Düşünün, artıq biz müşahidəmizi, yəni empatiyamızı qurduq. Empatiya qurarkən biz müəyyən qədər elə bir ki, məlumat əldə eləmiş oluruq da, düzdürmü? Yəni problemi artıq tanımış oluruq. Yəni proses haqqında müəyyən bizim təsəvvürümüz yaranır, düzdür? Və indi problemi biz konkret olaraq bir necə deyərlər, sistemləşdirməliyik. Yəni nə gördük? Və burada bir növ topladığımız geniş və dağınıq məlumatları bir növ süzgəcdən keçirtmiş olacaq və diqqətimizi əsas məqsədə yönəldəcəyik. Və empatiya mərhələsində şagirdlərin və yaxud da ki, bu prosesdə iştirak edənlərin ehtiyaclarını anladıqdan sonra bu mərhələdə həmin ehtiyacları konkret bir problemlə, yəni bəyan etməliyik. Yəni biz onu artıq bir cümləyə dəyişməliyik. Amma bir məsələ var ki, onu sizin diqqətinizə çatdırım. Problem çox bəsit formada təqdim olunmamalıdır. Məsəl üçün, indi mən qarşıda bir nümunə göstərmişəm sizə. İndi onu təqdim edəcəm.
Məsəl üçün deyirik ki, uşaqlar kitabxanaya maraq göstərmirlər, məsəl üçün. Ə, Və problem budur ki, mən indi müşahidələr aparıb falan filan və belə bir problem müəyyənləşdirdik ki, uşaqlar üçün kitabxana maraqsızdır. İndi düşünün ki, uşaqlar üçün kitabxana maraqsızdır. Problemi bu şəkildə təqdim etməyimiz gör nə qədər belə kobud səslənir və çox düzgün olmayan tərzdə, yəni və bəsit baxılır da. Amma yəni ümumi hallanır bir növ, qeyri-müəyyən formada şəkillənir. Amma biz həm dəqiq, həm də ki, fəaliyyətə yönəlik şəkildə ifadə etməliyik fikrimizi. Amma necə? İndi mən bunu növbəti slaydlarımda, yəni son nümunədə sizə göstərəcəm. Yəni sadəcə biz burada bilməliyik ki, problemi, yəni təqdim edərkən biz onu konkret, dəqiq və fəaliyyətə yönəlik bir formada təqdim etməliyik və problemin müəyyənləşdirilməsi üçün belə bir sual da qoya bilərik ki, biz bunu necə edə bilərik ki, yəni bu məsələ öz həllini tapa bilsin. Yəni biz bunu necə edə bilərik ki, yəni artıq bu yanaşma, bu sual bizim daha çox beynimizdə fikrin formalaşmasına və deyək ki, konkret belə deyim, düşüncələrlə deyil, problemin həlli ilə bağlı daha çox düşünməyə bizi vadar edir və həll yolları axtarmağa çalışırıq. Və məlumatlar, topladığımız məlumatları da analiz edirik, yəni onları əlaqələndiririk günümüzlə, günlük yəni problemlərlə, qarşılaşdığımız situasiya ilə, necə həll edə biləcəyimiz olan imkanlarla. Bir növ yəni burada həm qarşılaşdırma olur, əlaqələndirmə olur, şagird yönümlü problemi yəni bəyan edirik, hansı ki, yəni şagird bu problemin çözülməsində necə, yəni problemin həlli ilə bağlı nələr irəli sürə bilər və onun açıqlanmasını necə verə bilər şagird ki, o problem öz həllini tapa bilsin. Yəni o çözümün yollarının tapılmasında şagird müəyyən demək fikirlər, düşüncələri paylaşmalıdır. Üçüncü, ideya yaratmaq. Artıq problem bizə bəllidir və kifayət qədər, yəni problemin nədən ibarət olduğunu bilirik. Çünki həm empatiya qurmuşuq, həm düşüncələrimizdə müəyyən qədər fikirlər var. Problemin olduğunu da bilirik və necə edə biləcəyimizlə bağlı düşüncələr də formalaşıb. Amma indi o ideyaları biz sərhədsiz formada yaratmalıyıq və ən yaradıcı şəkildə yaratmalıyıq. Məsələ də bundadır ki, biz burada ideya yaratmaq dedikdə bir çözüm yolu, bir həll yolu üzərindən keçməməliyik. Əksinə, ağla gələn hər üsulu, ağla gələn hər ideyanı, ağla gələn hər fikri elə bir ki, siyahıya almalıyıq, siyahılaşdırmalıyıq. Fikir verin, burada dörd prinsipi qeyd etmişəm. İdeya yaratmağın prinsipləri. Məsəl üçün yazılıb burada kəmiyyət keyfiyyətdən öndədir. Normalda biz deyirik ki, həmişə keyfiyyət kəmiyyətdən önəmlidir. Bunun tam tərsini düşünün. Yəni nə deməkdir? Sənin nə ideya verməyin önəmli deyil, nə qədər çox ideya verməyin önəmlidir. Yəni kəmiyyət, yəni say baxımından 10, 15, nə bilim 20, 30, 40, 50 nə qədər çox ideya ağlına gəlirsə, o ideyaların həm real, həm qeyri-real, ağla batan, ağla batmayan, bütün hamısının siyahısını tutmaq lazımdır. Yəni əsas odur ki, o ideyaların sayı çox olsun. Və göstər, burada qızıl bir qayda var. Nə qədər çox ideya, bir o qədər, yəni nə qədər çox ideya varsa, bir o qədər də yaxşıdır. Məqsəd dərhal mükəmməl həlli tapmaq deyil, variantların sayını artırmaqdır. Yəni daha çox sən say baxımından ideyaları artırmalısan. Sonra tənqidin təxirə salınması ikinci prinsipdə nə deməkdir? Yəni hər bir səslənən fikir, ideya burada yəni qiymətləndirilməməlidir. Deyək ki, bu çox bahalıdır, yəni bunun reallaşdırılması və də ki, bu qeyri-real görsənir, ya da sən səhv düşünürsən, fikrin qəbul olunmur, yəni bir növ bloklayırıq düşüncələri, ideyaları. Əslində bu cür yanaşmaq doğru deyil. Ən çılğın, ən qeyri-adi və ilk başda insanın ağlına mənasız görünən ideya da belə qeydə alınmalıdır.
Üçüncü prinsip nədir? Beyin həmləsi. Bu ideyaları vizuallaşdırmaq, bir-biri ilə əlaqələndirmək üçün istifadə olunur. Yəni zaten bu saydıqlarımız bütün ideyaların hamısının bünövrəsi ilə beyin həmləsi vasitəsilə olur. Yəni şagirdlərə suallar veririk, onlar bizə suallar vasitəsilə geri dönüş edirlər və o ideyalar, fərziyyələrin sayını artırmaq üçün yönləndirici, köməkçi suallar veririk ki, o ideyalar daha çox olsun. Dördüncü prinsip nədir? Başqalarının ideyalarından yararlanmaq. Yəni düşünməyin ki, mən kimsə fikrini dedim, ağlıma, ya eşitdim onun fikrini, mən də onun fikrini təkrarladım. Yəni o məntiqlə də düşünmək olmaz. Çünki əgər kimsə hansı bir ideya verirsə, sən onun ideyasından çıxış edərək daha işə prosesə fərqli baxışla yanaşa bilərsən. Bəlkə onun verdiyi ideya sənin ağlında növbəti bir ideyanın yaranmasına səbəb ola bilər. Ona görə də bunu dəyərləndirmək lazımdır. Bu dörd prinsip də aid ideyaların yaradılmasına. Biz buradan başa düşdük ki, ideyalar sərhədsiz olmalıdır. Daha çox ideyanın siyahıya, yəni salınması, siyahılanması bu işin daha produktiv həllinə gətirib çıxara bilər. Gəldik dördüncü mərhələyə, prototip hazırlamaq. Bu bir növ artıq çəkdiyimiz o ideyaları, sıraladığımız o həll yollarını artıq biz nə edirik? Müəyyən bir model üzərində, müəyyən bir əşyavi şəkildə biz onu şəkilləndiririk. Məsəl üçün, az öncə üçüncü addımda ideyalar bir növ bedimdə bir növ mücərrəd bir formadaydısa, amma artıq biz burada onu bir toxunula bilən, bir necə deyirlər, məhsul şəklində biz onu şəkilləndiririk. Bir formaya salırıq, bir prototip, yəni bir modelini qurmuş oluruq. Bunu da biz nələr vasitəsilə edə bilərik? Məsəl üçün kağız üzərində prototipləri çəkməklə və dizaynını verməklə və ya da bir fiziki modellər hazırlamaqla və ya da ki, bir rəqəmsal dizayn etməklə, deyək ki, bir təqdimatla və ya da bir süni intellektin köməkliyi ilə bir projenin modelini hazırlamaqla və s. və həmçinin rol oyunlarını təqdim etməklə və ssenariləri hazırlamaq da belə, həmçinin rolları ifa etmək, bunlar hamısı prototipin, yəni bu mərhələ olaraq prototip hazırlamaq mərhələsinin bir tərkib hissəsidir. Yəni burada əsas məsələ nədir? Mükəmməl bir məhsul yaratmaq deyil və bunu xüsusən də vurğulamaq istəyirəm. Məqsəd burada ideal bir nümunə hazırlamaq deyil. İdeyanın işləkliyini sürətli şəkildə yoxlamaqdır. Yəni sən artıq empatiya qurdun, problemi müəyyən etdin və bu problemin həlli ilə bağlı deməli ideyalar irəli sürdün və çəkdiyin ideyaların müəyyən birini, hansı daha sənin üçün əl qabiliyyətinə uyğundursa, düşüncənə yaxındırsa, onun prototipini hazırlayırsan və nəhayət sən onu testdən keçirdirsən. Test etmək burada nə sayılır? Test etmək, bu bildiyimiz 5 variantlı testlərdən getmir söhbət. Burada yəni hazırladığımız məhsulu bir növ sınaqdan keçirdirik. Biz burada səhvlərimizə baxırıq, biz burada rəylərimizə, yəni bizə verilən rəyləri dinləyirik və o rəylərdən müəyyən nəticələr çıxardırıq. Harada bir səhvlə qarşılaşırıqsa onu yenidən, yəni o səhvi aradan qaldırmaq üçün müəyyən təkrar edici yəni addımlarımızı atırıq ki, onun daha mükəmməl bir versiyasını və ya da ki, bir düzəldilmiş, daha normal bir versiyasını ərsəyə gətirmək üçün. Yəni bu dizayn düşüncəsi prosesin həm final, həm də ki, öyrədici, ən öyrədici addımıdır və bu mərhələdə hazırladığımız prototipi real şəraitdə və real istifadəçilər üzərində sınaqdan keçirməliyik. Fikir verirsiniz, burada yəni sənin yaratdığın o prototip real vəziyyətdə sınaqdan keçirilməlidir. Nə dərəcədə o işlək vəziyyət, yəni işləyən bir modeldir. Yəni onun tətbiqi uyğundurmu, rahatçılıq verirmi, deyək ki, harada bir qarşılaşa biləcəyimiz bir maneə ola bilər və s. Yəni biz onu testdən keçirərək müəyyənləşdirə bilərik. Yəni məqsəd yalnız məhsul yoxlamaq deyil,
həm də istifadəçi haqqında daha dərindən məlumat toplamağı davam etdirməkdir. Və burada bir neçə məqamları, detalları diqqətinizə çatdırmaq istəyirəm ki, burada əsas, yəni test verməkdə nəyə diqqət verməliyik? Bizə verilən rəylər və o rəyləri biz toplamalıyıq. Çünki hər bir verilən feedback, hər bir verilən konstruktiv rəy bizim gördüyümüz işin daha düzgün və məqsədyönlü olmasında və daha tez hədəfə çatmaq üçün bizə çox köməyə gəlir. Və biz həmin bu verilən rəy əsasında nəyi biz bacarırıqsa, nəyi bacara bilmiriksə, harada bir çətinliyimiz olur və ya çətinliyimiz yoxdur. Yəni ümumiyyətcə bütün bu prosesləri bir növ süzgəcdən keçirdərək rəy vasitəsilə elə bir ki, müəyyənləşdiririk. Və iterasiya nədir? Iterasiya mütərizə içərisində açıqlamasını vermişəm, təkrarlanma. Yəni dizayn düşüncəsi bir xətti proses deyil. Yəni bir xətt boyunca bu proses həyata keçirilmir. Ola bilər ki, az öncə dediyim kimi, biz sınaqdan keçirdəndə, testdən keçirdəndə orada nəyinsə yanlış olduğunu müşahidə edə bilərik və o yanlışlığı, səhvi aradan qaldırmaq üçün təkrar yoxlayırıq ki, o məsələni, problemi kökündən həll edə bilək. Yəni test mərhələsi tez-tez bizi əvvəlki addımlara qaytarır və işi təkrar yoxlamağa imkan verir. Bax, məsələ budur, iterasiya. İndi gəlin bu tədrisdə dizayn düşüncəsinin əhəmiyyətinə, gücünə baxaq. Mən burada sxemi detallı şəkildə təsvir etmişəm. Tədrisdə nə kimi əhəmiyyəti var? Bu dizayn düşüncəsinin birinci odur ki, səhv etmək qorxusunu aradan qaldırır. Yəni artıq şagird etdiyi səhvdən qorxmur, uğursuzluğun son olduğunu, yəni o düşüncədə olmur, öyrənmənin bir mərhələsi, bir tərkib hissəsi olaraq anlayır. Və burada şagirdlər risk almaqdan qorxmurlar, daha cəsarətli ideyalar irəli sürürlər. Eyni zamanda sosial-emosional bacarıq, yəni onların yumşaq bacarıqları, soft skillsləri inkişaf edir ki, hansı ki burada empatiya qururlar, öz düşüncələri, öz yanaşmaları da deyil, artıq başqalarının ehtiyaclarını anlayırlar və burada şagirdlər üçün həm tolerantlıq dəyərləri formalaşır, dinləmə mədəniyyəti formalaşır, əməkdaşlıq ruhu burada formalaşır. Yəni bu kimi əhəmiyyəti var tədrisdə dizayn düşüncəsinin. Eyni zamanda diqqət yetirsək, fənlər arası inteqrasiyanın da eyni zamanda hətta mən burada əlavə edərəm, elə indi də izahda ağlıma gəldi elə prosesin içində, həm də fənüstü inteqrasiyanı deyə bilərik. Həm fənlər arası, həm fənüstü inteqrasiyanı təmin edir. Burada da məntiq nədir? Problemin həllində bütün biliklər istənilən, yəni hansı fən üzrə biliklər varsa, yəni onlar hamısı sintez olunur bir-biri ilə, həyatla əlaqələndirilmiş oluruq və s. Və biliklər burada parçalanmır, əksinə var bir sistem altında birləşirlər. Və nəhayət dördüncü bir əhəmiyyətini vurğulaya bilərik ki, Norman Webb'in dərin bilik səviyyələrinin biz burada artdığını müşahidə edə bilərik. Çünki sonda şagird nəyisə dizayn edirsə, onu yaratmış olur. Yəni çünki dizayn düşüncəsi izahımın əvvəlində qeyd elədim ki, burada şagird bir dizayn, yəni nəyisə qurur, nəyisə dizayn edir, dizaynlaşdırır, yaradır, planlayır, planlaşdırır. Və bu da bir pasiv yadda saxlamadan aktiv yaratmağa keçid edir. Və şagirdlər real dünya problemlərinə praktik həllər taparaq biliyini daha dərin formada yenilərlər, genişləndirirlər. İndi gəlin bir nümunə üzərində mən bu 5 mərhələni ardıcıl şəkildə göstərəcəm. Problem budur ki, yəni mövzu olaraq məktəb kitabxanasının şagirdlər tərəfindən az istifadə olunması. Yəni niyə məktəb kitabxanaları şagirdlər tərəfindən az istifadə olunur? İndi bunun empatiya mərhələsini biz necə qura bilərik? Deyək ki, bu mərhələdə problemi şagirdlərin gözü ilə görməliyik. Bunun üçün nələr edə bilərik? Baxın, müşahidə üsulundan istifadə edə bilərik. Necə? Kitabxanaya gedən az sayda şagirdi izləyirik. Yəni, görək kimlər gedir kitabxanaya. O şagirdləri müşahidə edirik və kitabların düzülüşü, işıqlandırma və mühit onlara necə təsir etdiyini kənardan baxıb izləyirik. Və bir növ müşahidə apararaq da həm də özümüzü onun da yerinə qoya bilərik ki, görürsən, mən də bir kitabxananın istifadəçisi kimi orada kitabların düzülüşünə, işıqlanmasına, o mühitinə necə mən diqqət yetirə bilərəm.
Müsahibə aparırıq. Kimlər tərəfindən, yəni kimlər üçün müsahibə aparırıq? Kitabxanaya getməyən şagirdlər arasında. Yəni onlardan biz soruşuruq. Səni oraya getməkdən nə çəkindirir? Yəni bir növ yəni bu sualı onlara verməklə onların düşüncələrini öyrənmiş oluruq. Yəni bu müşahidədir, müsahibədir. Bir növ onlar haqqında məlumat əldə etmək, yəni məqsədi daşıyır. Bizim məqsədimiz bu mərhələdə informasiya toplamaqdır. Ümumiyyətcə empatiya qurmaq mərhələsinin məqsədi informasiya toplamaqdır. Bir növ diaqnostik qiymətləndirmə xarakteri daşıyır, belə də ifadə edə bilərəm. Təcrübə üsulu da nədir? Bir müəllim olaraq şagird kimi kitabxanaya daxil oluruq, özümüzü yəni şagirdin yerinə qoyuruq, artıq özümüz o təcrübədən keçiririk də. Yəni o təcrübədən keçirik. Orada 45 dəqiqə vaxt keçirməyin nə dərəcədə maraqlı olduğunu hiss edirik. Fikir verin, bir müəllim özünü şagird qismində kitabxanaya salır və 45 dəqiqə ərzində kitabxanada nə edə bilərəm? Yəni özünü onun yerinə qoymaqla öz hisslərini müəyyənləşdirməyə çalışır. Bu oldu birinci mərhələ. İkinci mərhələ nədir? Problemi müəyyənləşdirmək. Burada artıq topladığımız məlumatları süzgəcdən keçirdirik. Yəni şagirdlərin çoxu artıq bizə bildirdi ki, kitabxana çox rəsmi və cansıxıcıdır. Bəs biz problemi necə bəyan edə bilərik? Az öncə demişdim ki, problemi bəyan etmək bir növ şagird yönümlü olmalıdır. O məqam bilirəm ki, biraz ziddiyyətli məqam oldu. Yəni problemi necə müəyyənləşdirə bilərik? Fikir verin. Bir var deyirəm ki, kitabxana maraqsızdır, ona görə şagirdlər getmir. Bir də var ki, problemi görün necə yumşaq və necə əhatəli və produktiv fəaliyyətə yönəlik təsvir edirəm. Deyirəm ki, şagirdlərin dərsdən kənar vaxtlarda özlərini rahat hiss edəcəkləri və həm yaşıdları ilə müzakirə apara biləcəkləri bir mütaliə mühitinə ehtiyacı var. Fikir verin ha. Görün necə bir formada mən bunu yəni təsvir etdim. Yəni bir var deyirik ki, şagirdlər üçün kitabxana maraqsızdır. Bir də deyirik ki, yəni boş vaxtlarında və də asudə vaxtlarını rahat keçirsinlər deyə həm yaşıdlarla müzakirə apara biləcəkləri bir mütaliə mühitinə ehtiyacı var. Baxın, problem bu şəkildə bəyan olunmalı. Daha geniş, daha dəqiq, daha əhatəli və daha fəaliyyətə yönəlik. Və burada biz necə edə bilərik ki, how might we, yəni biz bunu necə edə bilərik ki, yəni bu suala cavab tapmalıyıq. Biz kitabxana mühitini necə daha cəlb edici və sosial edə bilərik ki, şagirdlər oraya könüllü gəlsinlər. Və bu sual artıq problemin həlli istiqamətində əsas aparıcı sual olmalıdır. Və bu sualı da müəyyənləşdirdik, problemimizi də bəyan elədik. İndi keçək ideyalara. İndi dediyimiz kimi ideyalar məhdud sayda olmalı deyil. Nə qədər çox ideya olarsa, bir o qədər də biz çözümü daha tez həll edə bilərik. Baxaq. İdeya, məsəl üçün, bir şagirdin ağlına ideya gəlir. Kitabxanada yumşaq puf kreslolar və rəngli künclər yaratmaq olar. Bu bir ideya. İkinci ideya, bir şagird də deyir ki, hər həftənin cümə günü kitab və kofe çayı saatı təşkil etmək olar. Bu da maraqlı bir ideyadır. İdeya 3, kitab rəflərini janrlara görə deyil, şagirdlərin maraqlarına görə. Məsəl üçün, macəra sevənlər üçün, tarix sevənlər üçün, idman sevənlər üçün qruplaşdırmaq olar. Və dördüncü, şagirdlərin öz oxuduqları kitablar haqqında rəy yaza biləcək bir tövsiyə divarı qurmaq. Bu da çox maraqlı bir ideyadır. Yəni, nə qədər çox ideyalar olarsa, bir o qədər biz onları siyahılaşdırırıq. Və ideyalarda müəyyənləşdirdik, keçirik artıq prototipin hazırlanmasını. Hər hansı bir orada adı çəkilən ideyalardan biri vizuallaşdırılmalıdır. Ən bəyənilən ideya vizuallaşdırılır. Məsəl üçün, kitabxananın yeni dizaynını kağız üzərində çəkirik. Eskizini yaradır. Məsəl üçün, yeni və müasir standartlara uyğun kitabxana necə ola bilər? Yəni, şagirdlərin həm əylənə biləcək, özlərini rahat hiss edə biləcək bir dizayn, bir mühit qura bilərik, onun eskizini çəkməklə və yaxud da bir küncdə bir neçə puf qoyub divara nümunə rəylər yapışdıraraq kiçik bir nümunə zona yaradırıq. Məsəl üçün, az öncə də dördüncü bir ideya var idi ki, tələbələr, şagirdlər oxuduqları kitablardan bir neçə rəy yazıb tövsiyə divarına yapışdırırlar. Yəni, bunu da yaratmaq olar və bu prototiplər hazırlandıqdan sonra artıq test edilir. Görəsən nə effekt verəcək və həmin səslənən ideyalar nə olur? Tətbiq olunur və şagirdləri həmin yeni küncə dəvət edirik.
onlar rəy divarından istifadə edirlərmi, ya etmirlərmi? Kresloların yeri rahatdırmı, yoxsa onlara mane olur və s. Yəni yaratdığımız o prototipi tətbiq edirik, şagirdləri və digər uşaqları çağırırıq ora. Bir növ kənardan özümüzə baxırıq, müşahidə edirik ki, onların reaksiyası necədir, davranışları necədir, üz mimikalarından, onların hərəkətlərindən hiss edirik ki, nə dərəcədə zövq alırlar bu mühitdən. Və təkmilləşdirmə o halda ola bilər ki, şagirdlər desək ki, rəy divarı çox hündürdədir. Biz təbii ki, onu qayıdıb təzədəndən dəyişirik və aşağı salırıq. Onlar üçün daha uyğun bir formaya salırıq. Və beləcə biz, üzr istəyirəm, orada yarımçıq qaldı. Və beləcə biz deməli nə edirik? Həmin o yaratdığımız testi sınaqdan keçirdirik. Yəni hər hansısa bir səhv, hər hansısa bir bizə verilən rəyləri nəzərdən keçirdirik. Bir növ onları təkrar test edib yeniləşdiririk və araya qarşıya çıxan problemləri yenidən dəyişərək yeni bir modelə gətiririk. Belə, məndən bu qədər tədrisdə dizayn düşüncəsinin izahını verdim. Əgər mövzu ilə bağlı maraqlıdırsa, yəni sizə və yəni bu yöndə olan izahlarımın davamlı şəkildə izlənməsini istəyirsinizsə, rəy bölməsinə öz fikirlərinizi yaza bilərsiniz, düşüncələrinizi paylaşa bilərsiniz. Məndən bu qədər. Görüşərik növbəti deməli izahlarımızda. Hələlik.